Amma əziz izləyicilər, bugün sizinlə təbiət 6-cı sinif 1-ci hissə Arximed qüvvəsi dərsini oxuyub tapşırıqları yazacağıq. İlk sualımızla başlayaq. Topu suya batırıb əlimizdən buraxdıqda o suyun səthinə çıxır. Topu sudan itələyən nədir? Topu sudan itələyən Arximed qüvvəsi və ya suyun itələmə qüvvəsidir. Sonra fəaliyyətə baxaq. Mayeyə batırılmış cismə maye tərəfindən qüvvə təsir edirmi? İşin gedişi. Cismi dinamometrin qarmağına bağlayın və dinamometrin göstəricisini dəftərinizə qeyd edin. Cismin suyun yarısına qədər batırdıqda və tam batırdıqdan sonra dinamometrin göstəricilərini dəftərinizə qeyd edin. Müzakirə edin. Sizcə nə üçün dinamometrin cismi suya batırdıqdan sonraki və əvvəlki göstəriciləri fərq edir? Dinamometrin göstəricisi cisim suya batırıldıqdan sonra dəyişir. Çünki cisim maye içində üzdükdə ona Arximed qüvvəsi təsir edəcək. Bu qüvvə cismin çəkisini azaldacaq. Bu da dinamometrin göstəricisindəki azalmada öz əksini tapacaq. Topu suya batırarkən müəyyən bir qüvvənin topu yuxarı itələdiyini müşahidə edirik. Topun suya batan hissəsi artdıqca həmin qüvvə də artır. Əlimizə topdan çəkdikdə isə bu qüvvə topun suyun səthinə çıxmasına səbəb olur. Mayeyə batırılan cisimlər maye tərəfindən itələnir. Topu suyun səthinə çıxaran qüvvə suyun itələnmə qüvvəsidir. Bu qüvvə Yunan alimi Arximedin şərəfinə Arximed qüvvəsi də deyilir. Arximed qüvvəsi cismin mayeyə batan hissəsinin həcmi artdıqca artır və bu qüvvə cismə təsir edən ağırlıq qüvvəsinin əksinə yönəlir. Deməli, burada əsas olaraq yadımızda saxlayırıq ki, Arximed qüvvəsi cismin mayeyə batan hissəsinin həcmi artdıqca artacaq. İndi keçək tapşırıqlara. Öyrəndiklərinizi tətbiq edin. Cəmdəki yükləri boşaltdıqdan sonra cəmiyə təsir edən Arximed qüvvəsi necə dəyişər, nə üçün? Cəmdəki yükləri boşaltdıqdan sonra cismin həcmi azalacaq və mayeyə batan hissəsinin həcmi də azalacaq. Buna görə də Arximed qüvvəsi azalacaq. Deməli, biz öyrəndik ki, Arximed qüvvəsi cismin mayeyə batan hissəsinin həcmi ilə düz mütənasibdir. Yəni ki, mayeyə batan hissənin həcmi artdıqca Arximed qüvvəsi artacaq, azaldıqca Arximed qüvvəsi azalacaq. Cəmdəki yükləri boşaltdıqdan sonra da cəminin suya batan hissəsinin həcmi azaldığına görə Arximed qüvvəsi azalacaq. Sual 2. Nicat topu suya batırıb əlindən buraxır. Topun hansı vəziyyətində ona təsir edən Arximed qüvvəsi daha azdır, nə üçün? Topun birinci vəziyyətində suya daha çox batırılıb, yəni suya batan hissəsinin həcmi daha çoxdur. İkinci vəziyyətdə isə birinci vəziyyətə nisbətən suya batırılan hissənin həcmi daha azdır. Ona görə də ikinci vəziyyətdə Arximed qüvvəsi daha az olacaq. Öyrəndiklərinizi yoxlayın. Boş xanalara uyğun gələn sözləri müəyyən edin. Tonlarla kütləsi olan nəhəng gəminin suda batmamasının səbəbi onun su tərəfindən itələmə qüvvəsinin təsiridir. Su tərəfindən gəmiyə tətbiq olunan bu qüvvə Arximed qüvvəsi adlanır və istiqaməti yuxarıya doğru yönəlir. Gəminin suya batan hissəsi artdıqca həmin qüvvənin qiyməti də artır. Sual 2. Həcmləri müxtəlif olan 3 top şəkildəki kimi suya batırılır. Hansı topa təsir edən Arximed qüvvəsi daha böyükdür, nə üçün? Gördüyümüz kimi 3-cü topun suya batan hissəsinin həcmi digərlərinə nisbətən daha çoxdur. Birinci şəkildəki topu daha balacadır. Onun suya batan hissəsinin həcmi daha azdır. İkinci, birinciyə nisbətən daha çoxdur və üçüncü Arximed qüvvəsi ən çox olandır. Sonra keçək növbəti suala, sonuncu sualımız. Sual 3. Birinci balıq hərəkət etmir, ikinci balıq üzür. Eyler-Venn diaqramının hissələrinə uyğun ifadələri müəyyən edin. Ağırlıq qüvvəsi təsir edir. Yer planetindəki bütün cisimlərə ağırlıq qüvvəsi təsir edir. Çünki onların hər biri yer tərəfindən cəzb olunduğu üçün hər birinə ağırlıq qüvvəsi təsir edəcək. Ağırlıq qüvvəsi gedəcək ortağa, Eyler-Venn diaqramında orta hissəyə gedəcək. Arximed qüvvəsi təsir edir. Hər iki balıq da suyun içində üzdüyü üçün onların hər ikisinə də Arximed qüvvəsi təsir edəcək. Suyun müqavimət qüvvəsi təsir edir, suyun müqavimət qüvvəsi təsir etmir. Birinci balıq hərəkət etmir, yəni sükunət vəziyyətindədir. Ona görə ona
suyun müqavimət qüvvəsi təsir etməyəcək. İkinci balıq isə suyun müqavimət qüvvəsi təsir edəcək, çünki o suyun içində hərəkət edir. Cavabımız bu şəkildə olacaq. A, B ortaq hissəyə gedəcək. D birinciyə aid olacaq. C isə ikinciyə. Bugünkü dərsimiz bu qədər. Əgər videomu bəyəndisə like atmağı və kanala abunə olmağı unutmayın. Gələn dərslərdə görüşənədək.